Müəllimlər həmişə belə bir sual verirlər ki, müəllimə, biz bir 45 dəqiqədə bir akademik dərs saatında neçə iş forması istifadə edə bilərik? Biz bir akademik dərs saatında müəllimlər 4 iş formasının 4-ündən də istifadə edə bilərik. İndi onu sübut eləyən bir iş üsulundan danışacağam, bir təlim metodundan danışacağam ki, görəcəksiniz ki, həqiqətən də bu təlim metodunu tətbiq eləyəndə biz 4 iş formasının 4-ündən də istifadə edirik. Deməli, bu təlim metodunun adı düşün, cütləş, bölüş, paylaşdır. Şagirdlərə tapşırıq veririk. Adətən məqsədə uyğundur ki, açıq tipli sual olsun bu tapşırığımız. Əvvəlcə şagirdə bir 5 dəqiqə ərzində özü tək fəaliyyət göstərməyinə şərait yaradırıq. Bu olur fərdi iş. Görürsünüzmü, uşaq tək işləyir. Bu olacaq fərdi. Deməli, artıq burada şagird neynədi? Düşündü. Özü tək düşündü. Düzdürmü? Sonra şərait yaradırıq ki, şagirdlər digər bir sinif yoldaşı ilə birləşərək öz yazdıqlarını, öz düşüncələrini qarşılıqlı bölüşürlər. Oldumu cütləş mərhələsi? Bəli, bu oldu cütləş mərhələsi. Deməli, şagirdlər cütlər şəklində neynədilər? İşlədilər. Sonra bu cüt digər bir cütlə birləşir. Olur qrup formasında. Görürsünüzmü? Burada olacaq nə? Burada olacaq deməli, şagirdlər artıq öz fikirlərini 4 nəfərlik qruplarda neyniyirlər? Bölüşürlər. Oldumu qrupla iş forması? Bəli, oldu qrupla iş forması. Sonda isə bütün sinif olaraq birləşirlər və həmin məsələyə, həmin qoyulmuş açıq tipli suala nə cavabı yazdıqlarını bir yerdə müzakirə edirlər və bir qərar qəbul edirlər. Buradan belə nəticəyə gəlmək olur ki, müəllimlər öz işlərini qurduqları metodikasına uyğun olaraq 4 iş formasının 4-ündən də bir akademik dərs saatında istifadə edə bilərlər. Lakin bu o demək deyil ki, mütləq bu iş formasından istifadə etmək lazımdır. Xeyr, dərsin müxtəlif mərhələlərində müəllim özü müxtəlif iş formasından istifadə edə bilər. Məsələn, motivasiyanı cütlərlə eləyərəm, sonra şagirdlərə fərdi tapşırıqlar verərəm, onlar fərdi. Daha sonra isə onları qruplar şəklində yığaram, onlar qrup şəklində və dərsin sonunda isə refleksiya mərhələsini bütün siniflə bir yerdə keçirdərəm, onlar bütün siniflə. Yəni, sırf bu iş üsuluna görə olmur o. Amma sadəcə bu iş üsulunu izah elədim ki, həm elə iş üsulunu izah eləmiş olum, həm də ki, bir sübutdur ki, bu iş üsulunu tətbiq eləyəndə biz 4 iş formasından 4-ündən də nə edirik? İstifadə eləyirik.